Demək, 50 sot torpaq sahəsidir, 50 sot torpaq sahəsi, plus 8 otaqdır, 8 otaq, 3 mərtəbə tam remontludur, tam təminli. Hər vaxtınız xeyir olsun, dəyərli bacılar və qardaşlar, biznesmenlər. Sizlərə bu günləri Sumqayıt şəhərində, Dejurnoda, 4 nömrəli polis bölməsinin tam yaxınlığında, tam obyekt təqdim edəcəm. Dəyərli dostlarımız tekstildir, tikinti şirkətidir, tikinti, bütün paltar avadanlıqları, tikintiyə aid olan bir müəssisəni sizlərə təqdim edəcəm. Qiyməti videoda deyilməyəcək. Zəng eləyəsiniz, mən vasitəçiyəm. Mənim vasitəmlə qiymət sizlərə deyiləcək, dəyərli dostlarımız. Hal-hazırda ofis otaqlarının birindəyik. Ofis otaqlarının birində 8 otaq, 3 mərtəbə 50 sotun içərisində, 50 sotun içərisində 055 291 3565 mənim əlaqə nömrəmdir. Birinci mərtəbənin ümumi sahəsi istipolla üzlənilib. Dəyərli dostlarımız, hər mərtəbə 500 kvadratdır. 3 mərtəbəli obyekt sizlərə təqdim edirik. Dəyərli dostlarımız, hal-hazırda tikinti kimi, yəni tikiş materialları kimi fəaliyyət göstərir. Gəl, bu bir ofis otağı, bu ikinci. 2 otaq burada, 2 otaq burada. Tamamilə razılaşaq, 2 otaq burada. Ümumi dəhliz geniş bir şəkildə. Dəhlizin o baş, bu baş, bütün sahə, birinci mərtəbənin bütün sahəsi istipolla üzlənilib. Mərkəzi qapıdır, dəyərli dostlarımız, tekstil şirkətidir. Tekstil, tikinti materialları, tikinti işləri. Bu birinci ofis. Üçüncü otaq. Burada yerləşir dördüncü otaq. Hər mərtəbə 500 kvadratdır, 500 kvadrat. Videoda görülən bütün əşyalar obyektin içərisində qalacaq, dəyərli dostlarımız. Yalnız tikiş maşınkalarından başqa, tikiş maşınkalarından reallıq olsa, o da pulla hesablanılacaq, alqı-satqıda əlavə pul kimi deyiləcək. 4 otaq. Gəl, qısa bir zamanda tez-tez çəkiliş eləyək. 4 otaq burada. İstipolun kollektorunu təqdim et. Hər yerdə istipolun kollektoru var. Xanımlar üçün hamam tualet sahəsi, əlbəttə ki, MMC-dir. MMC-ni satış edirik. Bəylər üçün hamam tualet sahəsi. Burada yerləşir digər bir otaq. Buranı da yəqin ki, server otağı kimi işlədiblər. Wi-Fi zadı, hər bir şey var. Tam hazır, ideal remontludur, ideal təmirli. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub sən gedə bilərsiniz. Yerləşmə yerim bir daha deyirəm sizdə. Sumqayıt şəhərində 4 nömrəli polis bölməsinin tam yaxınlığında, Dejurno deyilən ərazidə sizlərə 50 sot torpaq sahəsinin içərisində 1500 kvadratlıq obyekt sizlərə təqdim edirəm. Hər mərtəbədə 500 kvadratdır, dəyərli dostlarımız, 500. Gəl. Burada yerləşir bir otaq, geniş bir şəkildə ofisi var. Videoda görülən bütün əşyalar qalacaq. Birinci mərtəbədə görülən bütün əşyalar qalır. 5-ci otaq. Bura mətbəx sahəsi kimi də gedir. Böyük bir otaqdır, orada da bir qapı sahəsi var. İstəsəz əlavə bölüb, digər otaqlar kimi də işlətmək mümkündür. Hər yerdə istipolun kollektoru var, yetəri qədər. Bura digər bir otaqdır, ofis otaq. Nə bilim, abdelkadır, buxaltır, belə bir otaqlardır. Maliyyə şöbəsinin otaqlarıdır. Burada yerləşir digər bir otaq. Demək, dəyərli dostlarımız, qalxaq ən əsası iş gedən yerə, tikinti yerinə. Tikiş maşınlarıdır, bütün parçaya aid olan bütün avadanlıqlar tikilir, bütün avadanlıqlar. Burada həyətyanı sahəsinə keçid xodu var, boş torpaq sahəsi var. Videoya diqqətlə baxın, sonda oranı da sizlərə təqdim edəcəm. Qiymətlə bağlı 055 291 3565 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Açıq aydın şəkildə qiyməti sizlərə deyəcəm. Gəl. Qalxaq ikinci mərtəbəyə doğru. Pilləkənlərin üzərində havalandırma üçün pəncərə sahəsi yaradılıb. Zəhmət olmasa buradan bir dənə belə təqdim et. Üçüncü mərtəbəyə çıxış sahəsidir. Təmirsizdir ora, 500 kvadratdır.
Və keçək bu əraziyə, o tərəfi çəkmə hələlik. Gəl buradan başlayaq. Burada yerləşir tikiş maşınları. Dəyərli qardaşım, zəhmət olmasa buradan geniş bir şəkildə təqdim et. Buradan, gəl bura, gəl bura. Buradan zəhmət olmasa təqdim et. Tikiş maşınlarıdır. Tikiş maşınları, riadla hər bir işçinin tikiş maşını, özünün şəxsi tikiş maşınları var. Mülk sahibi qeyd etdi ki, 60-a yaxın tikiş maşını var. Və hər birinin ayrı-ayrılıqda istəyən şəxs olsa, addi pul şəklində satılacaq. Yəni, onun mülkə heç bir aidiyyatı yoxdur. Birinci mərtəbədə görülən tam əşyanın hamısı pulun içərisinə daxildir. Amma bu tikiş maşınlarından başqa. Boy-ha-boy tikiş maşınıdır. Burada bir istilik və soyutma sistemi var. Xaladenik soyuducu kimi kondisioner sahəsidir, böyük. Hər iki başda var, hər iki başda. Burada da tikintinin parçaları ölçüb biçmə yerləridir, qatlama yerləridir. Hər bir paltarlar tikilir. Şirkətlər üçün formalar, hər bir paltarlar tikilir. Satış məqsədi ilə də hər bir paltarlar tikilir. Və demək, başlayaq bu sahəyə. Bu sahədə də dəyərli dostlarımız, gözəl bir köynək tikilir, satışa çıxarılır. Bura fabrikdir. Tikiş, tikinti, tikiliş, paltar fabrikidir dəyərli dostlarımız. Oradan da yan tərəfə keçid var, boy-ha-boy. Boy-ha-boy. Gəl buranı da təqdim et, zəhmət olmasa buradan təqdim et. Yəni, işçilər olduğu üçün digər sahədə tam təqdim edə bilməyəcəyik, amma buradan təqdim edə bilirik. Çöldən də göstərəcəm sizlərə. Digər sahədən də keçid yerləri var, Demək, burada da yerləşir tikiş maşınları. Gəl, zəhmət olmasa. Bu sahədə də addenli işçilərin aşağı birinci mərtəbəyə düşməməsi üçün mətbəx sahəsidir. Aranı bağlayıb, yeyib-içmək yeri də eləyə bilərsiniz. Demək, burada da paltar dəyişmə yeridir. Burada da bir istilik soyutma üçün soyuducusu var. Tikiş maşınları, ütü sistemləri. Əla bir sizlərə fabrik təqdim edirəm. Əla. Oranı çəkmə düşər xanımlar. Gəl. Keçək indi dəyərli dostlarımız. Boy-ha-boy işıq sistemi var. Həyətyanı sahədə generator zadı. Hamısını təqdim eləyəcəm sizlərə. Gəl, videonu saxla, düşək həyətə. Demək, keçirik həyətyanı sahəni sizlərə təqdim edeyim. Dəyərli dostlarımız, 50 sot torpaq sahəsinin üzərində mükəmməl bir fabrik təqdim edirəm də sizlərə. Mükəmməl. Qiyməti də nömrəni qeyd eləmişəm. Sən gəliyəsiniz, qardaşınız sizə deyəcək, endirimi də var. Əla bir endirimi var. Gəl. Demək, mənfi birə düşəndə buradan həyətyanı sahəni sizlərə təqdim eləyəcək. Gəl, zəhmət olmasa, geniş bir şəkildə həyətyanı sahəsi var. Qapını örtək, külək səs eləməsin. Demək, dəyərli dostlarımız, bax, qarşı tərəfdə olan yerdən pilləkənlə düşməyə qalxmaq olur 2-ci mərtəbəyə çöldən. Orada da addenli hamam tualet sahəsi var, hamam tualet. Və 3-4 dənə də əlavə otaqlar var, ambar kimi yarada bilərsiniz. Bura bir ambar sahəsi gedir, bir ambar sahəsi, boy-ha-boy ambar sahəsidir. Avtomobillərin fabrikə daxil olma yerində sizlərə təqdim edəcəm. Videoya sonuna qədər baxın, xahiş edirəm. Demək, dəyərli dostlarımız, ambar otaqlarıdır, boy-ha-boy. Hamısı ambar otağıdır. Burada ambardır. Əlavə avadanlıqları yığmaq mümkündür. Mülkümüzün ön tərəfindən digər hasara qədər olan sahə bizim mülkdür. Bizim mülk. Tam sənəti var, tam kupçası var, dəyərli dostlarımız. MMC-dir, MMC. Gəl, burada da generator otağımız var və axran otağı ilə də sizləri tanış edəcəm. Səhifəni bəyənin, like eləyin, hər gün sizlərə ideal, mükəmməl mülklər təqdim eləyəcəm, dəyərli dostlarımız. Demək, buradan qaraj sahəsindən daxil olursunuz. Burada ümumi sahənin generator şitidir, dəyərli dostlarımız, ümumi sahənin generator şitidir. Qarşı tərəfdən siyirmə darvaza sahəsidir, daxil olur. Dəyərli dostlarımız, yəni çatdırıb göstərə biləcəyimiz sahələri sizlərə təqdim etdim. Bilməyəcəyimiz sahələri də video çox uzanmasın deyə sizlər özünüz gələndə tam tanış olasınız.
Qiymət də əla bir qiymətdir. Əlaqə saxlayın. Gələn videolarda sağ olun, sağlıqla qalın.